Salam aleyküm, sizdən çox üzr istəyirəm. Ya məcbur qaldım, evdə su yox idi, Allah hamd olsun, içməyə suyumuz yox idi. Bu suyu da 3 manat 80 qəpiyə verirlər. Axırıncı suyudu, Quran hamd olsun, mən götürdüm. Zəhirdə vəziyyət çox həddindən artıq çox pisdir. Acınaqlı vəziyyətdir da. İndi mən deyəmirəm o sözü, üzr istəyirəm. Axırıncı suyu mən aldım, içməyə suyu. 3 manat 80 qəpiyə aldım. Nə kəs Sovetinin bayraqları, nə bələdiyyə. Cənab Prezident, sizdən çox xahiş edirəm. Cənab Azərbaycanın birinci xanımı Mehriban xanım, sizdən çox xahiş edirəm. Cəhri qəsəbəsində icra hakimiyyətidir, bələdiyyəsidir. Xahiş edirəm, buranı bir güclü yoxlayasınız. Allah'a and olsun, 3 manat 80 evdə su tapanmırdım. 9000 əhalisi olan Cəhri qəsəbəsində su tapılmır. Üzr istəyirəm sizdən çox. Tuvaletə getməyə su tapanmırıq. Aldığım da 5 manat puldur. Ailədə 5 nəfər körpə uşaq böyüdürəm. Mən bilmirəm suya pul verim, yoxsa yeməyə pul verim. Quran and olsun, mən başımı itirmişəm. Bir daha o qab ki, kəndiri asam boğazıma, bir daha asam bu Naxçıvanın bu gedişatından mənim xəbərim olmuyor. Çox sağ olun, Cənab Prezident. Sizdən xahiş edirəm, Mehriban xanım, sizdən çox xahiş edirəm. Cəhri qəsəbəsi, Babəryon Cəhri qəsəbəsinin, yəni nə kəs Sovetinin bayraqları, nə bələdiyyəsi bayraqları, nə icra hakimiyyəti bayraqları, nə onun muavinləri Cəhridir, nə onlar maraqlanır. Hərəsinin də qapısında imkanlarla artizan vırdırıblar. Cəhri qəsəbəsinin çox vəziyyəti pisdir. Xahiş edirəm sizdən Mehriban xanım, İlham Əliyev, bu Cəhri qəsəbəsinə güclü nümayəndə göndərəsiniz. Bunlar TTK-ya göndərin bu Babəryon icra hakimiyyətinə, rövündür, nədir adını bilmirəm. Sizdən çox xahiş edirəm.